Salam əziz şagirdlər və valideynlər, Parlaq Beyin kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz 5-ci sinif riyaziyyat dim testinin ilk mövzusunu işləyəcəyik sizinlə. Onu qeyd edim ki, bu dim testi yeni çıxıb, yəni 2025-ci il materiallı təzəlik sentyabr ayında çıxıbdır. Yeni dərsliyə uyğun bir nəşrdir və bunu sizinlə birlikdə işləyəcəyik. Onu da qeyd edim ki, mən həmçinin onlayn və əyani hazırlıqlar keçirəm. 5-ci sinifdən 8-ci sinifə qədər qrup şəklində və fərdi şəklində də keçirəm. Kim istəsə bu nömrə ilə əlaqə saxlasın. 077 596 66 59 nömrəsinə əlaqə saxlaya bilər. Testimizin üz qabığı bu şəkildədir. Qiymətləndirmə tapşırıqları dimindir. Yəni Dövlət İmtahan Mərkəzinin nəşr elədiyi bir kitabdır. İndi isə gəlin tapşırıqlarımıza baxaq. Natural ədədlər və onlar üzərində əməllər. Yəni natural ədədlər, belə deyim, əməllər. Yəni ki, vurulması, toplanması, bölünməsi, çıxılması. Onlar üzərində əməllər. İndi gəlin baxaq birinci tapşırıq. A variantı birinci tapşırıq. Mətndə rast gələn ədədləri yazın və onları artan qaydada düzün. 1813-cü il 13 oktyabrda Qarabağda Gülüstan kəndində Qacarlar dövləti ilə Rusiya imperiyası arasında sülh müqaviləsi bağlandır. İlk rəqəmimiz bu oldu uşaqlar. 13 oktyabrda 13-cü il və 13 oktyabrda sülh müqaviləsi bağlandı. Bununla da Azərbaycan torpaqlarının bölünməsi başlandı. 1828-ci ilin 10 fevralında Cənubi Azərbaycanda Türkmənçay qəsəbəsində sülh müqaviləsi bağlandır. Yenə də digər rəqəmimiz budur. Və vətənimiz öz müstəqilliyini itirdi. Türkmənçay müqaviləsinin nəinki vətənimizi, həm də xalqımızı iki yerə böldü. Digər də sayımız bu oldu. İndi gəlin yazaq. 1813-cü il. Bunu belə yazacaq ki, 1813-cü. Düzdür, bizi sadəcə say olaraq istəyir. İl 13 oktyabr. 13 yazacaq. Digər rəqəmimiz 13 oldu. Sonra Rusiya sülh müqaviləsi. Bununla, deməli, yenə 1828-ci il. Yenə 1828-ci il. 8-ci il 10 fevralda. 10 rəqəmini yazırıq. Fevralında Cənubi Azərbaycan Türkmənçay qəsəbəsində sülh müqaviləsi bağlandı və vətənimiz öz müstəqilliyini itirdi. Türkmənçay müqaviləsi nəinki vətənimiz, həm də xalqımızı iki yerə böldü. Digər sayımız 2 rəqəm oldu. İndi bunu deyir bizdən artan qaydada düzün. Yəni artan qayda nə deməkdir? Azdan çoxa doğru. Mən burada düzgün cavabları yazacağım sağ tərəfdə. Ən kiçik rəqəmimiz 2-dir. Sonra gəlir 10. Sonra gəlir 13. Sonra gəlir 1813. Sonuncu ən böyük rəqəmimiz 1828. Baxın, cavablarımız belə oldu. 2, 10, 13, 1813, 1828. Artan qaydada yazdıq. Bunları mən rastgele yazdım. Yəni ki, sadəcə verilən sayların özünü yazdım ki, göz önündə olsun. Amma düzgün cavabımız, baxın, budur. Yaxşı. İstəyirsiniz bunu sileyim, sizi çaşdırmasın. Düzgün cavablar bu oldu. Keçək digər tapşırığa. Rum rəqəmləri ilə yazılmış ədədləri onluq say sistemində göstərin. Bu hansı rəqəmdir uşaqlar? V5 rəqəmidir. Bu 1-dir, bu da 1-dir. 5, 1, 1. Cəmi elədi 7. Bu olacaq 7. Sonra x, x1. X 10'dur. Yenə bir dənə də 10 var. Bir dənə də 1 var. Cəmləyəcək. Bu da eləyəcək 21. Sonra 1x yazılır. İndi uşaqlar, əgər kiçik işarə böyük işarənin solunda dururdursa, bu zaman çıxma əməli baş verir. Bu, yəni 1-dir, bu da x-də 10'dur. 10. Yəni 10'dan 1 çıxırıq. Tərsini yazdım. 10'dan 1 çıxırıq. Bu da eləcək 9. 9. Yox, əgər x1 versəydi, yəni kiçik işarə sağ tərəfdə dursaydı, böyük ədəd işarəsinin sağında dursaydı, bu zaman toplama olacaqdı. 10 üstə gəl 1. İndi buna baxaq. Yenə x, x və yəni 10 üstə gəl 10 üstə gəl 5. Eləcə 25. Digərinə baxaq. X, 1 v. X bizə 10 verir. 10 üstə gəl nə? 1 v nə deməkdir?
1 görsüz V-nin belə deyim, solunda durubdur. Yəni kiçik işarə böyük işarənin solunda durubdur. Bu nə deməkdir? 5 çıxılsın 1. Sol tərəfdə həmişə birinci kiçik işarə gələndə o zaman çıxməməli olur. 5-dən 1 çıxırıq 4. Yəni 10 üstə gəl 4, bu da eləyəcək 14. İndi buna baxaq. X, 1x, x, yəni 10 üstə gəl 10, üstə gəl. 1x-i mən bayaq göstərdim sizə. 1x baxın 9 deməkdir. Yəni 1-dən 10-dan 1 çıxırıq. 9. Bu da eləyəcək 29. Buraya yazırıq. Sonra aha bitdi bu qədər. Mən 7, 21, 9, 25, 14, 29 oldu düzgün cavablarımız. 3-ə baxaq. Sxemin hansı ifadə üçün tərtib olunduğunu müəyyən edin. Maraqlıdır. Görək hansı ifadə üçün tərtib olunur. 18 vur 6 vurulsun. Cavabının üzərinə gəlib 372. Sonra burada bölmə əməli də var. Sonra burada 38 vur 35. Ondan cavabdan çıxır 34 vur 37-ni. Sonra alınan cavabları buradan toplanan, burada çıxılan böləcəyik. Sonra alınan cavabdan 12 çıxacaq. Və son cavabımız. Gəlin baxaq. 18 vur 6. Üstə gəl 372. 372. Bunu saxladıq. Baxın. Bu belə olacaq. 18 vur 6. Üstə gəl 372. Bu mötərizə bir. Çünki bölünür ən axırda. Ona görə mən bu ifadəni istəyirəm mötərizə içərisində yazın. Hansı ifadə ola bilər o? 18 vur 6 üstə gəl 372. Bir bu ola bilər. A variantı ola bilər. Bir də ki, bu olur. Mötərizə içərisində yazıldığına görə bu ola bilər. Üstə gəl 372. İndi alınan cavabı bölür nəyə? Bunun cavabına. Görək bunun cavabı nədir? 38 vur 35. Aha, bölünsün 38 vur 35. Sonra həmin alınan cavab çıxılsın. 34 vur 37-dən. 34 vur 37. Bunu da yenə həmçinin mötərizə içərisində yazmaq daha doğru olar. Çünki açıq şəkildə yazsaq uşaqlar, birinci vurma bölmə işlənməlidir. Açıq şəkildə yazılsa. Amma çıxma əməli ən sona saxlanılır. O doğru deyil. Ona görə mən bunu da mötərizə içərisində yazıram. Baxın bu çıxma əməli nə qədər. Bunu da mötərizə içərisində yazdım. Sonra həmin cavablar, mötərizələr bir-birindən bölünməlidir. Bölündü. Alında hər hansı bir cavab bölündü. Baxın. Alındı bu cavab. Buna elə A variantı uyğun gəlir. Sonra alınan cavabdan ümumi nə alınırsa çıxacaq 12-ni və cavabımızı alacaq. Bu gedəcək A variantına. D niyə uyğun deyil? Çünki 38 vur 35-i ayrı yazıbdır. Yəni o uyğun deyil axı. Onu mən alınan cavabı 38-ə vuracağım. Yəni bunu da 38-ə gərək vurum. Bu niyə? Deyək uşaqlar. Alınan cavabı mən dedim, onu da 38-ə vurmalıyım. Bu o deməkdir. Baxın, bu alınan cavabı 38-ə vurmalı, sonra 35-ə vurmalıydım. Bu doğru deyil. Çünki burada oxların istikaməti buna uyğun deyil. Ona görə düzgün variant A variantıdır. Birinci bura qədər, bu xanaya qədər bunu mötərizədə həll edirik. Sonra bölünsün, yenə bu xanaya qədər bunu mötərizədə həll edirik. Sonra bölürük bir-birinə, alınacaq cavabdan çıxırıq 12-ni və son nəticə alırıq. Cavab olacaq A variantı. Bunu işləmək bilmirəm, işləmək deyiblər, yoxsa yox. Gəlin işləyək istəyirsiniz. 118 vur 6. Hı. 6, 48, 8 yazır, 4 yetdi, 6, 4, 10, 0 yazırıq. 1 yetdi, 6, 1, 708 elədi. Vurdu, 708. Üzərinə 372 gəlirik. Elədi, 1080.
1080 burada elədi. Birinci mötərizədə. Bu 1080 elədi. Sonra bölünsün 38 vur 35 çıxılsın 34 vur 37. Gəlin həmin onları işləyək. 38 vur 35. 0 yazır 4 yatda 15 4 19 24 2 yatda 9 2 11 0 3 2 1 3 1330 elədi. Düzdür. 1330'dan indi çıxacağıq 34 vur 37-ni. 28 8 yazır 2 yatda 21 22 2 23 12 1 yatda 9 1 10 8 5 2 1258. Deməli 1330'dan çıxacaq 1258'i. Ondan 8 çıxırıq 2. 12'den 5 çıxırıq 7. Sonra 2'den 2 çıxırıq 0. Deməli 72 qaldı cavab. 72 çıxdıq. Baxın bu çıxmanı elədik. Bu o mötərizə oldu 72. 1080'i bölməliyim 72'ye. bölü 72. 108'in 72 bir dəfə qalır. 7 çıxırıq. 108'den 72 çıxırıq. 6, 36, 360. 360'ın içində 72 5 dəfəm yerləşir. Cavab edici 15. Deməli bura qədər çıxdıq, aldıq 15. 15'dən də çıxacaq 12'ni. Bu da eləcək 3. Bərabərdir 3'ə. Bu qədər uşaqlar. Sonra 4'ə baxaq. Bu ifadənin qiymətini tapın. Hadi burada verilibdir. Bərabərdir 3. Boş xanalara hansı ədədlər yazılsa bərabərsizliyi doğru olar. Uşaqlar, mən burada xanaların yerinə yazmadım ədədləri. Gəlin onları yazaq. 118'i 6'ya vurmuşdu. O 700 neçə eləmişdi? 708 düzdür. Bunu topladıq. 1080 elədi. Sonra bunu buna vuranda. Orası ucu yadımda deyil. Yazdım uşaqlar. Baxın son cavab 3 oldu. İndi 4'ə baxaq. Deyir bərabərsizliyi doğru olar. Bunun hansı qiymətini? İndi baxaq bunu bərabərsizliyinə. Ədədimiz nədir? 6.357.421. Yenə burada 6.350.000 olduğu kimi qalır. Düzdür. Mən bu rəqəmlə, baxın bura qədər. Sadəcə bununla buranı müqayisə edəcəm. Elə olmalıdır ki 7.421. Buradan da 43. Yəni bu iki rəqəm yerində elə də olmalıdır ki böyük olmalı. 7'dən, yəni 74'dən böyük olmalıdır. Məsələn 75 ola bilər. Bir dənə bir nömrə. Birinci 75 ola bilər. Sonra 73 qoysaq, xeyr, 73 kiçik olacaq. O doğru deyil. 75 ola bilər. Sonra nə ola bilər? 76 ola bilər. 75'dən böyük də, belə deyim. 75'dən, 75 və 75'dən böyük. Baxın, bu olmaz. Çünki 73 var. 72 olmaz. 73 olmaz. 74 olmaz. 72. Bu da 72 yazsaq. 72 də olmaz. Onda hamısı olmaz. Getdi ki. Bir də baxaq. Son 4 rəqəmini müqayisə edirəm. Yəni 7421. Sonu 43 olmalıdır. 7343 olmaz. Ona görə 7400. 74 də ola bilər uşaqlar. 74 də ola bilər. Çünki 7443 böyükdür. Axı 74 və böyüklər. Bir də baxaq. 74. Baxın 73 ola bilməz. 72 ola bilməz. Yenə 73 ola bilməz. Mən olmayanların üstünə xətt çəkirəm. Buradan da yenə 73 ola bilməz. Buradan 72 ola bilməz. Amma 76-74 ola bilər. Yəni bu nə deməkdir? 6.357.700 deməli 76 43'dür. 6.357.643 düzdür. Bir tərəfdə 421, digər tərəfdə 643. Yəni bu tərəf böyük olmalıdır. Cavab D variantı eləyəcək. Bildirsə necə müqayisə edirik. Sonra 5'ə baxaq.
Tərəvəz bazasında 300 ton kələm var idi. Diaqramdan istifadə edərək ikinci gün kələmi daşımaq üçün neçə yük maşını lazım olduğunu hesablayın. Deməli 300 ton kələm maşını var. Cəmi 300 tondur. Yəni bu cəm 300 tondur. Deyir 5 tonluq 24 yük maşını. Birinci gün görək nə qədər istifadə olunub. 5 tonluq 24 yük maşını. 5-i vuracaq 24-ə görə neçə ton eləyir? Böyləcə 120 ton. 120 ton. Sonra deyir ikinci gün 2 tonluq yük maşını. Maşının biri 2 ton tutur. Görək nə qədər düşür ikinci tona. Onu hesablayaq. 300-dən çıxaracaq 120 tonu. Beləcə 180 ton. Düzdür? Həmin 180 ton ikinci gün daşınmalıdır hamısı. Bir maşının ölçüsü 2 ton tutur. Yəni 180-i 2-yə bölək görə neçə maşın lazım olacaq? 2-yə bölsək 90 maşın bizə lazım olacaq. 90 maşın. Cavab eləcək 90 maşın. Deməli ikinci gün kələmi daşımaq üçün 90 maşın lazımdır, yük maşını lazımdır. 6-ya baxaq. Düzgün yuvarlaşdırmanı müəyyən edin. 2781 yuvarlaşdırıb 2790-a. Bəli, bunu yuvarlaşdırsaq sağına baxacağıq. Yox, sağına baxacağıq. 1-dir. Deməli 8 olduğu kimi qalacaq. Amma yox, bunu 7-ni yuvarlaşdırsa sağına baxırıq 8-dir. Bir vahid böyüdür. 2800 olacaq. Yenə də hər iki halda səhvdir. İndi buna baxaq. 2000, indi bu 6-nı yuvarlaşdıraq. Sağına baxaq 5-dir. Deməli 6 bir vahid artacaq 7 olacaq. Bu doğrudur. İndi buna baxaq. Burada 3676 yuvarlaşdırıb 70-ə. Yaxşı, bunu yuvarlaşdırsaq, axı 6-dır, 4-dən böyükdür. Ona görə 3680 olmalıdır. Bu səhvdir. Bu rəqəmə görə səhvdir. 80 olmalıdır. Buna baxaq indi. 4965 yuvarlaşdırılıb 4900-ə. Aha. 4900, yəni bu 9 rəqəmini yuvarlaşdırdı, düzdür. 9-un sağında 6 durur, 5-dən böyükdür, 4-dən böyükdür daha doğrusu. Deməli, həmin mərtəbə bir vahid artmalıdır. Olacaq 0, həmin 1-də gələcək 4-ün üstü 5. 5000 eləməlidir burada cavab. Bu səhvdir. Buna baxaq, 1326 1420-yə yuvarlaşdırılıb. Görək hansı halda. 2-ni yuvarlaşdırsaq. 2-ni yuvarlaşdırıb. Eləcə mən 330 düzdür. Mən 3-ü yuvarlaşdırım. Sağında 2 durubdur. 4-dən kiçikdir. Deməli olacaq 1300. Yenə də hər bir halda səhvdir. Bizə düzgün olan istəyir. Düzgün olan C variantı. Sonra 7-yə baxaq. Deyir, Fərid və Ləman Lego oyunu hazırladıqları eyni kubları rəngləmək üçün bir banka rəng aldılar. Bir banka rəng 6000 cm kvadrat səthi rəngləməyə çatırsa, uşaqlar hazırladıkları kubların həcmi 1000 kub santimetr olarsa kubların sayını tapın. Aha. Deməli, bunu necə işləyəcəyik? Uşaqların hazırladıkları kubların həcmi 1000 olarsa, biri də 600-dür. Bir banka rəng 6000 kvadrat səthi rəngləməyə çatır. Maraqlı sualdır. Gəlin işləyək. Deməli, uşaqlar düz cavabı paralelpetin düsturu V bərabər, yəni həcm düsturu, bildiyimiz klassik həcm düsturu V bərabər A vur B vur H. Mən burada bir səhifə açım. Amma kuba görə kubun axı bütün tirləri bərabərdir. Ona görə bunların bütün hamısı olacaq A vur A vur A. Yəni V bərabərdir A vur A vur A. Bu da bərabərdir A kubuna. İndi A kubu nəyə bərabər olacaq? Deyir, hazırladığı kubların həcmi 1000 cm kubdur. Yəni bir kubun həcmi 1000 cm kuba bərabərdir. Yəni A kubu bərabərdir 1000 cm kub. Deməli, bir dənə A bərabər nəyə bərabər olacaq? Kök altında 3-cü dərəcədən 1000-ə bərabər olacaq. Bundan da cavab çıxır 10. Yəni 10-un kubu 1000-ə bərabər. A-nın yerində 10 duracaq. İndi mən burada yazıram A bərabərdir 10-a. Deməli, burada nə çıxır? Yəni kubun həm eni, yəni bir üzünün sahəsində söhbət, ümumiyyətlə də həm kubun həm eni, həm uzunluğu, həm hündürlüyü 10-a bərabərdir, 10 cm. Sonra deyir, bir banka rəng 6000 cm kvadrat səthi rəngləməyə çatır. İndi səthdən söhbət gedir, düzdür? İndi bunu necə eləyərik? Deməli, A-nın biri 10-dur. Sonra mən 6000-i bölürəm nəyə?
Mən 6000-i bölməliyəm həmin kubun, yəni bir kubun səthinin sahəsinə. Gəlin həmin səthin sahəsini tapaq. Səthin sahəsi. Kubun neçə dənə üzvü var uşaqlar? Gəlin baxaq burada. Bir kubun 6 dənə üzvü var. 2 aşağıda, 2 sağ sol, 2 də yenə arxa qabaq və 2 aşağı yuxarı. Elə də 6 dənə. Düzdür? Bir kubun 6 üzvü var. Altında varacaq a kvadratın. Çünki kubun bir üzü kvadratdır. Kvadratın da sahəsi belə deyim, a kvadratı düsturu ilə təyin olunur. Vuracaq a kvadratını. Bu da bərabərdir. 6 vurulsun. A kvadratı neçə edir? 10'un kvadratı. Bu da eləyəcək. Baxın, bu onu qoyuram yerinə. Yəni 6 vur 100. Bu da eləyəcək 600. Bu oldu həmin kubun, bir kubun səthinin sahəsi. Düzdür? Mən bunu bəlkə aşağıya köçürüm. Sonra 6000 bölünsün. 6000 niyə bölür? Çünki bir banka görək neçə dənə kuba bəs eləyir. Neçə dənə kubun səthini rəngləməyə bəs eləyər. 6000-i mən böləcəm 600-ə. Bu da bərabərdir 10. Deməli, həmin bir banka 10 dənə kubların səthlərini rəngləməyə bəs edəcəkdir. Burada cavab olacaq kubların sayı. Yəni 10 dənə kub. Sayı cavab eləyəcək 10. Aha. Sonra keçək 8-ci məsələ. Digər sualımız deyir, tədbirdə Olimpiada qaliblərinə vermək üçün buket hazırlamaq lazımdır. Təşkilatçı 20 qızılgül və 30 zambaqdan hər birində eyni sayda qızılgül və eyni sayda zambaq olan ən çox neçə buket hazırladılar. Hər buketdə neçə qızılgül və neçə zambaq olar. Uşaqlar, bu tipli məsələləri hazırlamaq üçün biz burada əbubdan istifadə eləyəcəyik. Gəlin 20-ni vuruqlara ayıraq. 20 bərabərdir 2 vur 2 vur 5. 30'u vuruqlara ayıraq. 30 bərabərdir 2 vur 3 vur 5. Burada ortaq vuruqlarımız 2 2. Sonra 2 3 bu yox. Bir də digəri 5. 5 5. Aha. İndi buranın əbubu, yəni əbub belə yazım. Əbub 20 30 nəyə bərabərdir uşaqlar? Əbubu taparkən biz ortaq vuruqların hasilini götürəcəyik. Yəni 2 ilə 5'in hasili. Bu da eləyir 10. Aha, əbubumuz elədi 10. Deməli 10 dənə buket, ən çox neçə buket? 10 buket hazırlamaq olar. Sonra buketin sayını tapdıq 10 və deyir hər buketdə neçə qızılgül və neçə zambaq olar. Cəmi 20 qızılgüldür və 10 buket var. Deməli 20'ni böləcəyik 10'a, bu eləyəcək 2. Sonra 30'u böləcəyik 10'a, bu da eləyəcək 3. Deməli 10 dənə buketimiz var. Mən bunu biraz balacalaşdırım. Buraya yazıram 10 buket. Sonra hər buketdə 2 dənə qızılgül var, 3 dənə zambaq. 2 qızılgül, 3 zambaq. Bu məsələ bitdi. Sonra digərinə baxaq. 9-cu tapış. Doğru ifadələri müəyyən edin. 2'yə və ya 7'yə bölünən 2'yə və ya 7'yə bölünən ədədlərin hamısı 14'ə bölünür. 2'yə və ya 7'yə bölünən. Məsələn 4 ədədi. 4 ədədi 14'ə bölünmür. Məsələn 21 ədədi. 21 ədədi 14'ə bölünmür. 2'yə və ya 7, yəni ayrı-ayrılıqda 2'yə və yaxud da ki 7'yə bölünən. Bunların hər hamısı 14'ə bölünür. Bu səhvdir, xeyr. Nümunən deyə bilərəm ki, məsələn 4 14'ə bölünmür. Sonra 21 14'ə bölünmür. İkinciyə baxaq. 6'ya bölünən ədədlərin hamısı 2'yə bölünür. Məsələn 6'ya bölünən ədədlərin hamısı 2'yə bölünür. Tutaq ki 6 6'ya bölünür, düzdür? Həm də 2'ye bölünür. 12 6'ya bölünür, həm də 2'ye bölünür. Sonra 18 6'ya bölünür, 2'ye də bölünür. Sonra məsələn 106 106 6'ya bölünür, yox. 106 6'ya bölünür, amma 2'ye bölünür.
Amma bizə lazım ki 6-ya bölünür. İmeni 6-ya. Əgər bir ədəd ki 6-ya bölünür uşaqlar, deməli bu cüt ədəd sayılır da. Çünki 6-ya bölünmə əlaməti nədir? 6-ya bölünən, yəni bölünmə əlaməti budur ki, həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. Ona görə də bunun hamısı bəli 2-yə rahat bölünür. Deyir 2-yə bölünən ədədlərin hamısı 4-ə bölünür. Baxaq. 6 2-yə bölünür, amma 4-ə bölünmür. Ona görə bu səhvdir. 2-yə və 7-yə bölünən ədədlərin hamısı 14-ə bölünür. 2-yə və 7-yə. Həm 2-yə bölünsün, həm də 7. Məsələn, 7-nin özü 7-yə bölünür, amma 2-yə bölünmür. Amma bizə lazımdır hər ikisi. Tutaq ki 21. Yox, 21 yox. Tutaq ki 14 götürürük. 14 2-yə bölünür, 7-yə də bölünür. Deməli 14-ə də bölünür. Bəli, bu doğrudur. Çünki bunu niyə doğru götürür uşaqlar? 14-ün vuruqları həm 2 vur 7, düzdür? Deməli, əgər 14-ə bölünürsə bu ədəd, deməli onun bölənlərinə də bölünəcək. Yəni bölənin bölənlərinə də həmin ədəd bölünəcək. 14-ün bölənlərinə 2 və 7. Deməli həmin ədəd həm 2, həm də 7-yə bölünəcəkdir. 2, 4, 5-ə baxaq. 9-a bölünən ədədlərin hamısı 3-ə bölünür. Məsələn, hansı yazaq? 108. Bu 9-a bölünür, düzdür? Deməli, deyir ki, rəqəmlərin cəmi, yenə 9-un vuruqları nədir? Rəqəmlərin cəmi 9-a bölünən ədədlər 9-a bölünür, düzdür? 9-un bölənləri 3 vur 3-dür. Deməli, görürsə 9-un bölünənlərin içində 3 var. Deməli, həmin ədədlərdə 3-ə rahat bölünəcək. Cavab olacaq 2, 4, 5. 2, 4, 5 B variantı. Sonra keçək 10-cu tapşırığa. Deyir, A ədədlər verib bizə. A ədədi 1001-ə bölünür, 10.000-ə bölünür, 11-ə bölünür, 100.000-ə bölünür, 101-ə bölünür. Baxaq, bir-bir hesablayaq görək. 10-un kubu neçə eləyir? 10 vur 10 vur 10. 1000 üstə gəl 100. Eləcə 1100. Bunu elə birbaşa yazıram. A 1100 eləyəcək. Sonra 10 üstə gəl 10 üstü 4. 10 üstü 4 neçədir uşaqlar? 10.000-dir. Üzərində 10 gələcək. 10.000-dir. Üzərinə də 10 gələcək. 10.000 10 eləyəcək. 10 üstü 5. 10 üstü 5 100.000-dir. 100.000-in üzərinə 1000 gələcək. 101.000 eləyəcək. İndi bir A ədədi 1001-ə bölünür. 1001-ə bölünən hansıdır? Baxın, bu bölünmür 1001-ə. Çünki 1001 bölünsə qalıq qalacaq 99. Sonra görək bu birinci ədəd nəyə bölünür? 1100. 11-ə bəli bölünəcək. Çünki bunu 11-ə bölsək, burada 11 11-ə bölünür. 1, qalan 2 dənə 0 yanında yazılır. 100 eləyəcək. 11-ə bölünür. 1-ə gedir C. 11-ə bölünmədə 10.000-ə heç bölünmür. 100.000-ə 101-ə bölünür. Gəlin 1100-ü 101-ə bölək. Görək nə düşür. Bir dəfə çıx 101, 9, 90. Xeyr, bu da bölünmür. Ona görə elə bilə sadəcə gedəcək C. Yəni 11-ə rahat bölünür. Sonra 1010 ədədi. 1010 ədədi 1001-ə bölünür rahat. A bəndi gedəcək. Çünki 1001-ə bölünəndə bu 1001 1001-ə böləcək 1. Qalan 0 da 1001-ə bölündə 10 eləyəcək. Sonra başqa nə bölünür? 11-ə bölünər. Bunu C-ni yazmışıq. 100.000-ə bölünər. 101-ə bölünər. 101-ə bölünərmi sizcə? 101-ə bu gedəcək, bölünəcək rahat. Baxın bu ədəd. Amma yenə də bölək 101-ə. Yəni 10.000 10-u 101-ə bölək. Bunu götürəcəyik. 9 dəfə 9 0 9 2 9-dan 0 9 bir onluq vermişdir. 92 920-nin içində 90 yenə 9 dəfə. Bu da bölünmür, qalıqlı qalacaq. Ona görə də o da variant getdi. C variantına baxaq. 101.000 101.000 də 101-ə rahat bölünəcək. Yəni 101-ə rahat bölünəcək. Eləcə cavab 1000. Burada gedəcək Y variantı. Deməli A getdi, C getdi, Y getdi. Qaldı nə? 100.000-ə bölünür. Bu ədəd 100.000-ə bölünər rahat. 10.000-ə bölünür. Görək buradan B ilə
D bəndi hansına uyğun gedir? 101.000 böl 10.000. Görək qalıqsız bölünürmü? 10.000. Düzdür. Deməli 10.000 götürürük. 10.100. Bir dəfəm çıx 10.000. Qaldı 100, düzdür. 100 birini də düşürürük. İndicə 1000. 1000 də 10.000-ə bölünmür. Yəni qalıq 1000 qalacaq. İndi mən 10.000-ə yox, 100.000-ə böləcəm. Bunu 100.000-ə böləndə yenə 1000 qalıq qalacaq. Bir dəfə düşəcək 1000 qalıq. Ona görə də cavab eləyəcək. 1-ə gedəcək C, 2-yə gedəcək A, 3-ə gedəcək Y. Yaxşı uşaqlar, bugünlük bu test bu qədər. Kanala abunə olun ki, bunun növbəti variantlarını da görə biləsiniz. Hələlik uşaqlar.